Mən Kazımov İlkin, Cəlilabad rayonu Pirvani kənd sakini, Kazımlı Yunusun valideyni olaraq bioloji təqaüd xidmətinin Masallı filialına müraciət elədik. Mədəsindən 23 günlük uşağımızı əməliyyat etdi. Cavid Hocaya təşəkkür edirik. Hər şeydən məmnunuq. Dünən əməliyyat olundu, bu günləri salamatçılıqla uşağımızı bizə qaytardılar, verdilər. Çıxırıq, hər şey öz qaydasındadır, təşəkkür edirik. Bugün biz balaca Yunus'la təkrar görüşdük. Yunus 15 gün öncə pilor stenozundan bizim xəstəxanamızda əməliyyat oldu. O bizə gəldiyində 4 günlük ciddi dehidratasiya və turşu qələvi mübadiləsinin pozğunluğu ilə gəlmişdi. Amma ailənin ən böyük narahatçılığı xəstəmizin 3-4 gündür bəslənəməməsi və fışqırır tarzda qusmaları idi. Biz həmin gün bəbəmizi diaqnozunu təyin elədik və 24 saat keçmədən də əməliyyat etdik. Əməliyyatında 24-cü saatında xəstəmiz taburcu oldu. Bugün biz post-op 15-ci gündə təkrar Yunus'la görüşürük. Biz mutlu, Yunus'umuz mutlu. Keçmiş olsun deyirik. Hər kəsin əlinə sağlıq.